Salam, çox hörmətli və dəyərli VIP Maçdağa izləyicilərimiz. Bugün sizlər üçün Maçdağa qəsəbəsində, Maçdağa Buzan yolunun üstündə marşrutdan 200-250 metr məsafədə ümumi 5 sotun içində belə bir mansarlı ev tanış edirəm. Hal-hazırda görürsünüz ki, evimizin həyətindəyik. Evimizin deməli təmir işləri qalıb bir balaca. Keçib evin içərisində sizə tanış edəcəm. Deməli, evin sağ tərəfində belə bir obyekt nəzərdə tutulmuş tikilisi var. Gördüyünüz kimi çox belə bir geniş tikilidir. Evimiz bunun 5 sotun içində təşkil kimi həyətində də ayrıca sanitar qovşaq nəzərdə tutulub. Bura evimizin deməli yan hissəsidir. Belə onu deyim ki, evimiz deməli kamera sistemlə təchiz olunub. Gördüyünüz kimi təhlükəsizlik kameralardır. Evimiz cüt daşdandır. Tikintisinə keyfiyyətli materiallar istifadə olunub. Yerdən kürsüldür. Altısı padvallandır. Bu da evimizin deməli koridor hissəsidir. Hal-hazırda keçdik. Gördüyünüz kimi evimizin kamera sistemi buradadır. Hal-hazırda işləyir, yəni kameralar çəkir. Evimizin vəziyyəti gördüyünüz kimidir. Sağ tərəfdə mətbəxdir. Sol tərəfdə belə bir qonaq otağıdır. Burada sanitar qovşağıdır. Yəni sanuzeldir. Gördüyünüz kimi bir balaca işləri qalıb burada. Təkrar edeyim kimi bura belə bir yataq otağıdır. Bura isə sonuncu yataq otağıdır. Onu da qeyd edeyim ki, evimizin deməli üst hissəsi mansarlıdır. Mansarlı çıxışı da buradan qoyulub. Evin içərisindən gördüyünüz kimi boşluq yer buraxılıb ki, pelekan olsun yuxarı çıxmağa. Onu deyim ki, sonda evimizin Avropa qapılarıdır. Təptəzə upakovkanın içində. Hazırda evin içində də o qalır. Bir də yuxarının taxtalarıdır mansarın. Onlar da var, o da yuxarı hissələri, onlar da qalır. Yəni, bu gördüyümüz əşyalar çıxacaq. Sənədi evimizin, bu evimizin sənədi deməli bələdiyyənin sərəncamıdır. Qiyməti isə 70.000 manat deyilir. Yəni, real alıcıya ev sahibi tərəfindən endirim var. Bu və digər tanış olmaq istəsəniz səhifəmizi keçirib baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.